Rəvayətdə var ki, bir cavan oğlan var idi. Bunun bir dənə qoca atası var idi. Ata qocalmışdı, yaşlanmışdı. Dizlərindən, kürəyindən ağrı tutdu. Oğlum çağırdı ki, oğlum ged bir dənə həkim çağır gəlsin. Oğul da getdi bir dənə həkim çağırdı ki, gəlsin onun atasına baxsın. Həkim gəldi, baxdı atasına. Oğlan çəkdi başqa bir otağa, dedi ki, bala, mən atıva dava dərmanzad yazmıram. Dərmanın ona təsiri zadı yoxdur. Qoca kişidir, dərmanın zadın təsiri zadı yoxdur. Nə istəsə verin yesin. Deyir, çıxır gedir. Həkim gedəndən sonra ata da oğlunu çağırır ki, oğlum, mən xəstəyəm. Həkim də gəldi mənə baxdı, ged mənim dərmanlarımı al gedir. İndi həkim də buna dərmanzad yazmayıb, bu atasına nə versin? Oğul naəlac qaldı, getdi bazara. Atasının görmədiyi balaca konfetlərdən aldı, gətirdi evi. Hansı ki, ata ondan görməmişdi. Hər dəfə ata dərman istəyəndə bir dənə o konfetdən biraz da su gətirirdi ki, ata buyur. Yazır ki, bilmirəm Allahın işidir. Ya o qoca özünə təlqin eləyirdi. Çünki təlqinin təsiri insanda böyükdür. İnamın təsiri insanda çox böyükdür. Buyurur, o konfeti atırdı. Onun ağrıları, dizinin ağrısı, kürəyinin ağrısı keçib gedirdi. Muizə burasındadır ki, oğul olmayan bəndə bir dəfə atasına demədi ki, ata, həkim sənə dərman dəva yazmayıb, mən sənə nə verim? Buyurur, vələtən hər huma. Qışqırıb bağırmayacaqsınız onlara. Üstlərinə qışqırasınız, hörmətsizlik eləyəsiniz, onu eləməyin. Çün insanın cənnəti, cəhənnəmi onun valideynidir. Valideyn nə qədər evladından razı olsa, bil ki, Allah o qədər səndən razıdır. Valideyn öz evladından nə razı olsa, elədiyin ibadətlərin faydası olmayacaq. Onların qiyməti olmayacaq. İndi qarşıdan ki, Qədir gecələri gəlir. Gedin valideynlərinizi ziyarət edin. Onların əllərindən öpün, onların ətəklərindən öpün. Onlardan bağışlanmaq istəyin. Ola bilər bir söz demişsən, qəlbinə toxunub. Yüksək tonla danışmısan, qəlbin sındırmısan. Onlardan bağışlanmaq istə. Valideyn səni bağışlasa, Allah bağışlayacaq. Allah təbarək və Teala oruclarımızı qəbul eləsin inşallah. Allah Teala dərgahına açılan əllərimizi naümid sinələrimizə qaytarmasın. Allah Teala gələn günlərimizi xeyr eləsin. Allah Teala xəstələrimizə şəfai acil inayət eləsin. Allah Teala ölənlərimizi qəriqi rəhmət eləsin. Allah və təbarək və Teala qiyamətin günündə bizim hər birimizi öz əməllərimizin səbəbi ilə